Salam müəllimlər. DİM yeni test toplusunun informasiyanın kodlaşdırılması bölməsinə suallarına nəzər yetirək. Birinci sual. Konfrans salonunda qonaqların əyləşməsi üçün 180 stul mövcuddur. Stulların hər birini kodlaşdırmaq üçün ən azı neçə bit lazımdır? Yəni mənə böyük eni veribdir 180. 180 stulu kodlaşdırmaq üçün neçə bit lazım olar? İ'miz olar 8 bit. Yəni 8 bitlə mən 180 stulu kodlaşdıra bilərəm. D variantı. İkinci sual. 220 müxtəlif rəngi kodlaşdırmaq tələb olunur. Bu kodlaşdırma zamanı rəng dərinliyinin minimal miqdarını müəyyən edin. Dərinliyi istəyir. Yəni böyük N bərabər idi. 200 N-ə deyirdik rəng çaları, İ-yə deyirdik rəng dərinliyi. Bizdə də İ-ni istəyir. Yəni bizə N-i veribdir 220. 220-ni də biz 2-nin qüvvətləri şəklinə salsaq, yəni 2/7 ilə 2/8 arasında yerləşir. Deyərik ki, 8 bit kifayət edər ki, 220 müxtəlif rəngi kodlaşdıra bilək. Amma 8 bit yoxdur, nəticədə 1 baytımız var. Qrafik redaktora aid deyil. Paint, Adobe Freehand, Oracle, OpenOffice Write. Bu ikinci aid deyil. CorelDRAW vektora aiddir. Access aid deyil. TughPaint, PaintNet bunlar aiddir. Demək 2 ilə 4 aid deyil. Elektrik siqnallarını rəqəmsal şəklə çevirən qurğu necə adlanır? Elektrik siqnallarını rəqəmsala çevirən analoq rəqəmsal çevirici adlanır. Yəni A variantı. 2048 simvoldan ibarət informasiyanın həcmi 213 bitdir. Bu informasiyanın kodlaşdırdığı əlifbanın gücünü tapın. Düsturumuz var idi bizim. Simvolların sayını vururduq I bitə, bərabər edirdik həcmə. Bizdən nə istəyir? Əlifbanın gücü, yəni böyük N-i istəyir. Mən böyük N-i tapmaq üçün əvvəlcə nəyi tapmalıyam? Balaca I-ni tapmalıyam. Düsturumuz necə idi? N bərabər idi 2/I-yə. Simvolların sayını verib 2048 simvol, yəni 2/11 simvol vurulsun I bit bərabərdir. Həcmi verib 2/13 bit. Hər iki tərəf bitdir. Buradan I bərabər olar. 2/13-ü bölərik 2/11-ə. 2/13-ü 11-ə bölsək qalar, yəni böləndə üstləri çıxılır. 2/2 4 bit. I-nin vahidi bitdir. Əlifbanın gücü də böyük N istəyir bizdən. N bərabər olar 2/4-ə, yəni 16. Cavab olar A variantı. Davam edək. Qrafik təsvirin hər bir rəngi 32 bitlə kodlaşdırılarsa, palitradakı mümkün rənglərin maksimal sayını tapın deyir. Yəni, mənə i-ni veribdir 32 bit, maksimal sayda böyük n istəyir. N də bərabər olar 2/32-yə. 128 simvolu əlifbada yazılmış məsələdir. Aparaq o tərəfdə işləyək. %128 simvolu əlifba ilə yazılmış məlumatın həcmi 350 bitdir. Bu məlumat 1024 simvolu əlifba ilə kodlaşdırılarsa, həcm nə qədər olar? 128 simvolu əlifba nə deməkdir? Yəni, n bərabərdir 128-ə. Buradan i'miz nəyə bərabərdir? 7 bitə. Bu nöqtəyə qədər bir həll eləyib simvolların sayını tapa bilərəm. Simvolların sayını bir x götürüb, bir simvolun informasiya miqdarı 7 bitdir. Bərabər edərik 350 bitə. Buradan x bərabər olar. 350-ni 7-yə bölsək, alaram 50. 50 nə? Simvol. 50 simvol. 1024 simvollu əlifba. 1024 simvollu əlifba. Yəni, n-in 1024-dürsə, i'miz 10 bitdir. Həcmi istəyir bizdən. Simvollarım var. 50 simvol. Hər biri 10 bitdən bizə verər 500 bit. Yəni, cavab olar E variantı. 8. 128 simvollu əlifba ilə kodlaşdırılmış Programming
sözünün informasiya həcmi nə qədərdir? Əvvəlcə sayaq, burada neçə dənə simvolumuz var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 simvol var. 128 simvollu əlifbada bir simvolumuz, yəni i 7 bitdir. 11 simvolun hər biri 7 bitdən 77 bit verər. Kompüter qrafikasının tətbiq sahəsi deyil. Kompüter qrafikasının tətbiq sahələri vardır. Elmi qrafika, işgüzar qrafika, virtual reallıq, konstruktiv qrafika. Lakin burada təcrübi qrafika var ki, bu aid deyil. Vektor qrafikasına aid olan proqramı müəyyənləşdirin. Baxırıq ki, hamısında Paint var. Paint, Photoshop, Corel Photopaint, Corel Painter. Bu Paint-lə başlayanlar raster'a aid idi. Adobe Illustrator. Bu isə vektor qrafikasına aiddir. Hansı proqram qrafik redaktora aid deyil? Oracle. Bu verilənlər bazasına aiddir, aid deyil. Raster qrafikası. Tux Paint. Paint varsa rasterdır. Scangel bu vektor aiddir. PaintNet aiddir. Sonra StarOffice Image. Bir də 6. 1, 3, 6, yəni B variantı. ASCII standartı ilə ən çox neçə simvol kodlaşdırıla bilər? ASCII-də bir simvolumuz, yəni i'miz 8 bitdir. N'imiz nə qədər olar? 2 üstü 8, 256 biz simvolu kodlaşdıra bilərik. Unicode sistemində yazılmış student sözünün informasiya miqdarını müəyyən edin. Simvolların sayına baxaq. 1, 2, 3, 4, 5, 6, 7. 7 simvolun hər biri Unicode'a görə 2 baytdan bizə 14 bayt verər. Amma 14 baytımız yoxdur. Burada bitə gətirə bilərik. Yəni 14 baytı da 8-ə vursaq 112 bit edər. Yaxud da deməli 7 dənə simvol var idi. 16 Unicode'da bir simvolumuz 16 bitdir də. 16 biti də 7-yə, daha doğrusu 16 düz yazdıq. Biti 7-yə vuraraq da 112 bit alarıq. 15-ci sual. İfadəsinin informasiya həcmini deyir, baytla müəyyən edin. ASCII-də bilirik ki, bir simvolumuz 1 bayta bərabərdir. Burada neçə simvol var? 1, 2, 3, nöqtə 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14 simvolumuz var. Hər biri 1 baytdan bizə 14 bayt verər. 224 sayda müxtəlif rənglə kodlaşdırılmış qrafik təsvirin hər bir pikselinə ayrılan bitlərin miqdarını müəyyən edin. Yəni, n bərabərdir 2 üstü 24. i'miz nəyə bərabər olar? 24 bitə bərabər olar. D variantı 17. Kodun uzunluğu 3 elementdən ibarətdir. Elementlərin hər biri 2 müxtəlif qiymət alarsa, kodların maksimal sayını müəyyən edin. Kodun uzunluğu 3 elementdən ibarət. 3 dənə elementdən. Və elementlərin hər birində 2 dənə vəziyyəti var. 2 dənə vəziyyəti var. Ən sonunda bunlar bir-birlərinə vurulur. 2, 2, 4, o da 2, 8. Demək, 17-də də D variantımız olar. 3 elementdən ibarətdir yenə. Hər biri 5 müxtəlif qiymət alarsa, 5, 5, 5. 5, 5, 25, o da 5, 125 maksimal say edər. Rəng dərinliyi 3 bit olarsa, palitrada olan rənglərin maksimal sayı, yəni i'ni mənə 3 bit veribsə, məndən istəyir böyük e-ni. 2 üstü 3 olar 8. E variantı. Verilmiş mətnin 32 simvolu bir əlifbada kodlaşdırdığını bilərək 40 bitlə kodlaşdırılan sözü müəyyən edin. 32 simvollu əlifbada bir simvolumuz 5 bitdir. Yəni i 5 bitə bərabərdir. Simvolların sayını istəyir. X vurulsun 5 bit. Bərabər edərəm 40 bitə. Buradan x bərabərdir. 40-ı 5-ə bölsək eləyər 8 simvol. İndi bizə 8 simvoldan ibarət bir söz lazımdır. Baxaq, 2, 4, 6 bu 8-dən çoxdur. 2, 4, 6, 7, 2, 4, 6, 7, 2, 4, 6, 8. Bəli, elə C variantı uyğun gəlir. 21.
School demək 279 sözü verilib, 64 simvollu əlifba. 64 simvollu əlifbada, yəni mənə eni veribdir 64. İ'miz olar 6 bit. Bir simvolum 6 bitdir. Burada neçə simvol var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 simvolun hər biri 6 bitdən eləyər 54 bit. Yəni 21-də də A variantı edər. 22. Raster qrafik redaktorlarını seçin deyir. Yenə Corel Painter. Paint varsa demək ki, rastera aiddir. Bunlar vektorudur. TughPaint bir də 4. Digərləri isə vektora aiddir. 1 ilə 4. 23. Verilmiş cədvəl fraqmentinə əsasən informatika sözünün şifrini müəyyən edin. İ'yə baxırıq ki, nida ilə başlayır. Nida ilə başlayanlar 3 dənə variantda var. Deməli, B ilə E-ni mən çıxartdım. İkinci hərfimiz N-dır. N 4-dür. Deməli, nida və 4 olmalıdır. Hər ikisində də var. Gəlin sondan baxaq. Sonuncu hərfi A-dır. A da 1-dir. 1 olmalıdır. Burada 1 deyil, nida olduğuna görə D variantını çıxardıram. 1, 6 gəlir. İndi sondan 3-cü hərfə baxıq. Ya 7 ya da nida olmalıdır. Yəni İ hərfini. İ hərfi də nida olduğuna görə elə doğru cavabımız olur C variantı. 24. Raster qrafik redaktorlarını seçin. Raster deyirsə PaintNet, yəni Paint ilə başlayanlar rastera aiddir. Corel yenə Painter. 3, bir də PhotoPaint 1, 3, 6 D variantı aiddir. Digərləri Adobe Freehanddir. Bu Adobe olanlar vektor qrafikasına aiddir. 25. Raster qrafik faylların uzantısını müəyyən edin. Raster qrafik faylların uzantısı GIF-dir, TIFF-dir, BMP-dir. Elə C variantı uyğun gəlir. Buradan doc gedir, burada bunlar gedir. AVMPG, bunlar video faylları gedir. Demək, buradan da bu, buradan da PPTX təqdimat faylıdır. Musiqi alətlərindən çıxan səslər əsasən hansı fayl genişlənməsində saxlanılır? MIDI genişlənməsində saxlanılır. RGB modelin əsas rəngləri hansılardır? RGB-də qırmızıdır, yaşıldır və mavidir. Yəni, göy rəngdə deyə bilərik. Ağ-qara raster təsvirin informasiya həcmi 512 bayt olarsa, təsvirdəki piksellərin sayını müəyyən edin. Ağ-qara nə deməkdir? 2 dənə rəngimiz var idi. Yəni, i olurdu 1 bitə bərabərdir. Bizdən piksel sayını istəyir. Yəni, piksel sayı A vurulsun B-dir. Bunu bir x-dən əvəzləsək, x vurulsun 1 bit bərabər edərik həcmə 512 bayt. Yəni, 2/9 bayta. Bura bit, bura bayt olduğuna görə bunu da bitə gətirmək üçün 2/3-ə vuraram. X bərabər olar. Demək, 2/12 bu da bizə 4096 piksel verər. Hesablayın. Say sistemidir. Bura gəlib düşüb. Bir, 0, demək 2, 4 dənə də 1. Burada 2 dənə 0, 2 dənə 1, 0, 1. İkili say sistemində toplayırıq. 1 ilə 0, 1, 1 ilə 0, 1, 1 ilə 1, 2, 2-ni biz yaza bilmirik, 0 yazıb 1 yadda, 1, 1, 2 o da 1 yaddamız, 3 eləyir, 3-ü də ikili say sistemində 1 yazıb 1 şəklində yadda saxlayırıq, 0 o da 1, 1, 1, 2 eləyir yenə 0, 1 yadda, 0, bu da 1. Demək, cavabımız 111, bir də 0, 11 olan hansıdır? A variantı ilə uyğun gəlir. 30. Qrafik təsvir 4096 rəng çalarlı palitrada hazırlanıb. Bu palitrada rənglərin sayı 256 dəfə azaldılarsa, qrafik təsvirin həcmi necə dəyişər? Demək, əvvəlcə mənim deyir, n bərabərdir 4096 rəng çalarım var. Burada i'miz, dərinliyimiz nəyə bərabərdir? 12 bitə. Bu palitrada deyir, rənglərin sayı 256 dəfə azaldılarsa, yəni ikinci rəng çalarımı özüm yaradıram da 4096-nı 256 dəfə azaltdılar.
4096-nı 256-ya bölsək, demək qalar burada 16. Yəni 16 rəng çaları, i'miz olar 4 bit. Aha. Həcm necə dəyişər? Bilirik ki, həcmə təsir edir rəng dərinliyi. Rəng dərinliyi həcmlə düz mütənasib asılı olduğuna görə i'miz 12 bitdən 4 bitə düşüb. Neçə dəfə azalıbdır? 3 dəfə azalıbdır. O zaman deyərik ki, həcm də 3 dəfə azalar. Yəni C variantı. 31. Üç səhifədən ibarət olan informasiyanın həcmi 2600 baytdır. Hər səhifədəki informasiyanın həcmi özündən sonra gələn səhifədəki informasiya həcmindən 3 dəfə azdır. Hər səhifədəki informasiyanın həcmi özündən sonra gələndən 3 dəfə azdır. Demək, mənim 3 dənə səhifəm var. Bu olsun birinci səhifəmiz. Bu 2, bu da üçüncü səhifəm. Hər səhifədəki informasiya, yəni birinci, özündən sonra gələn informasiyadan 3 dəfə azdır. 3 dəfə azdırsa, o zaman biz deyərik ki, bu x-dir. Bu ondan 3x 3 dəfə çoxdur. Bu da ondan 3 dəfə çox 9x. Yəni ikinci üçüncüdən 3 dəfə azdır. Birincidə ikincidən 3 dəfə azdır x-dir. Və bunların həcmi mənə veribdir 2600 baytı. Bunu tapa bilərik də. X plus 3x plus 9x bərabərdir 2600 bayta. 13x bərabərdir 2600 bayta. X də bərabər olar 200 bayta. Deməli, birinci səhifəmdə burada 200 baytlıq məlumat var. Burada 600 bayt. Burada da 1800 bayt. Bizdən nə istəyir? İkinci və üçüncü səhifədə neçə simvol var? Simvolların sayını istəyir və əlifbanı da verib bizə, i-ni verib Unicoda görə. Unicoda da bilirik ki, 2 bayta bərabərdir. İkinci səhifəmdə həcm 600 baytdır. Simvolların sayını taparam. X vurulsun 2 bayt bərabərdir 600 bayta. Buradan x bərabər olar 300 simvola. 300 simvol. Üçüncü səhifədə 1800 baytdır, yəni i bərabərdir 2 bayta. X vurulsun 2 bayt bərabər edərik həcmə 1800 bayta. Buradan x-imiz də bərabər olar 900 simvol. 900 simvol. 300 və 900, yəni cavab olar C variantı. 32. $256 rəng çalarlı palitrada ölçüsü 256,5 pikselə bərabər olan təsvir hazırlanmışdır. Bu təsvirdəki rəng çalarını 16-ya endirsək, həcm necə dəyişər? Bizdən həcmi istəyir də. Əvvəlcə mənim rəng çalarım, yəni enim olub 256, i'miz olub 8 bit. Bu təsvirdəki rəng çalarını 16-ya endirsək, yəni enim olar 16. Demirik 16 dəfə azaltsaq. Deyir 16-ya endirsək. i'miz də olar buradan 4 bit. Heç məsələni həll etməyə ehtiyac yoxdur. 8 bitdən 4 bitə. i neçə dəfə azalıbdır? i 2 dəfə azalıbsa, o zaman deyərik ki, həcm də 2 dəfə azalar. Yəni B variantı olar. 33. 16 simvolu əlifba ilə kodlaşdırılmış sözün içlik kodu verilib bizə. Olarsa kodlaşdırılan sözü müəyyən edin. 16 simvolu əlifbada bilirik ki, i'miz 4 bitə bərabərdir. i'miz 4 bitdir. Biz də bunu 4-4 ayırmalıyıq. Biraz yaxınlaşdırım. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. Demək 2, 4. 2, 4. İndi həmin sözü necə tapa bilərəm? Baxaq ki, bunun 1, 2, 3, 4, 5, 6. 6 simvollu bir sözdür.
6 simvollu sözdür. Bunun üçüncü və dördüncü bunlar eynidir. Baxın 01, 01. 3 ilə 4-cü hərfləri eyni olmalıdır. Aha, baxaq 3 ilə 4-cü hərfləri. Burada 2 dənə hərf eynidir. Yəni bu B ola bilməz. Burada da 3 ilə 4 deyil. Burada da. İndi biz baxırıq ki, D ilə E-yə baxıram. Bunun da eynidir, bunda da eynidir. Amma burada ikinci hərflə beşinci hərf eyni olmalıdır. Yəni, baxın, bu birincidir, bu da ikincidir. Burada 10, 10'dur, amma bu beşincidə 11, 0, 0'dır. Deməli, E də ola bilməz. Ən doğru cavab olur D variantı. Raster görüntünün çevrilməsi zamanı ümumi rəng çaları 4096-dan 8-ə dəyişdirildi. İnformasiya həcmi necə dəyişər? Yəni, n bərabərdir 4096. Buradan i'miz olub 12 bit. Sonra n bərabər olub 8-ə, i'miz də olub 3 bit. 12 bitdən 3 bitə düşüb. Deyərik ki, 4 dəfə azalıb. i 4 dəfə azalıbsa, həcm də 4 dəfə azalar. 35 məsələdir. Mətin faylının hər səhifəsində 32 sətr, hər sətirdə 64 simvol, 80 səhifədən ibarət olan bu fayl ASCII kodlaşdırılmasına yazılıbsa həcmi tapmaq lazımdır. Düsturumuz necə idi? Səhifələrin sayını vururduq. Sətir, vur simvol, vur i bit, bərabər edir həcmə. 80 səhifəm var, hər səhifədə 32 sətr, hər sətirdə 64 simvol, ASCII əlifbası dediyinə görə 1 bayta vurub bərabər edirəm həcmə. Buradan həcm bərabər olar. 80 vurulsun, 32, 2 üstü 5 vurulsun, 2 üstü 6 bayt. Kilobayta gəlmək üçün 2 üstü 10'a bölərik. Bunlar ixtisar getsə qalar 2. 82, 160 kilobayt edər. 36. Yenə bizə 80 səhifə, hər səhifədə 32 sətr, hər sətirdə 64 simvol və Unicode dediyinə görə 2 bayta vurub bərabər edirəm həcmə. Buradan həcmimiz bərabər olar. 80 vurulsun. 2 üstü, bunu 2 üstü 5 şəklində, bunu da 2 üstü 6 şəklində yazsaq, 2 üstü 12 bayt. Bölərik kilobayta görə 2 üstü 10'a. Bunlar ixtisar gedir, qalır burada 4. 4'ə 80'ə 320 kilobayt. 37. (256 vur 256 piksel. Yəni 2 üstü 8 vurulsun 2 üstü 8 piksellərim var. 216 sayda 2 üstü 16 sayda rənglə kodlaşdırılıbsa, burada rəng dərinliyimiz nə qədər olar? 16 bit. Bərabər edərik həcmə. Həcm bərabərdir 2 üstü 8, 8. Bunu da 2 üstü 4 şəklində yazsam. 2 üstü 20 bit. 220 biti kilobayta gətirmək üçün bölməliyik 2 üstü 13'ə. Yəni 128 kilobayt eləyər. 38. (128 vur 128 piksel olan qrafik təsvirin informasiya həcmi 32 kilobaytdır. Bu təsvirin rənglər palitrasına ən çoxu neçə rəng ola bilər? Yəni məndən nə istəyir? Böyük N istəyir. 2 üstü 7 vurulsun 2 üstü 7 piksel vuraq i bitə bərabər edərik 32 kilobayta. Bura kilobayt, bura isə bitdi. i bərabərdir 32 vurulsun 2 üstü 13 bölərik 2 üstü 14'ə. Bunlar ixtisar getsə qalar burada 2. 32 ilə 2'yə bölsək 16. i'ni tapdım 16 bit. Bizdən nə istəyirdi? Rəng çalar. Yəni böyük N istəyir. N də bərabərdir. 2 üstü i düsturuna əsasən 2 üstü 16 olar. Yəni B variantı. 39.
A vur B piksel olan monoxrom rəngli raster qrafik təsvirin informasiya həcmi 2 kilobayt olarsa, A vur B hasilini müəyyən edin. A vurulsun B. Monoxrom deyirsə, yəni i'miz burada 1 bitə bərabərdir. Vurulsun 1 bit bərabər edirik 2 kilobayta. Buradan A vurulsun B bərabərdir. 2-ni vurub, yəni bitdir. Buranı da bitə gətirmək üçün 2 üstü 13-ə bölərik 1-ə. Qalar burada 2 üstü 14 piksel. Aha. Baxırıq ki, cavablarda yoxdur. Yəni cavabları gətirmək lazımdır. Demək, 128 2 üstü 7 vurulsun, 2 üstü 8-dir. 2 üstü 15 eləyir. B-yə baxsaq, 2 üstü 8 vurulsun, 2 üstü 6. Aha. Bu ilə 2 üstü 14-ü verir də bizə. Demək, elə doğru cavab B variantı olar. 40. True color, yəni RGB-də i'miz 3 bayt və yaxud da 24 bitə bərabərdir. Piksel verilib 2 üstü 8 vurulsun 2 üstü 9. i'nin yerinə yazıram 24 bit. Həcmi istəyir bizdə. Kilobaytla istəyir. Həcm bərabərdir. 2 üstü 17 vurulsun 24 bit. Kilobayta gəlmək üçün 2 üstü 13-ə bölərik. Bunlar ixtisar getsə qalar 16. Və 16-nı da 24-ə vurmaq lazımdır. Kalkulyatorla vuraq. Bir dəqiqə. Açılmadı. On altını vuraq 24-ə. 4 altımız 24. 4 yazdıq. 64, 2 6, 12. Deməli 384. 384 kilobayt edər. Davam edək. Demək, cavabımız oldu E variantı. Qırx bir. Palitrada 256 rəng olan qrafik təsvirin informasiya həcmi 128 kilobaytdır. Təsvirin ölçüləri yenə aşağıdakılardan hansına bərabər olar? 256 rəng, yəni mənə eni veribdir 256. Buradan i'miz bərabər olar 8 bitə. A vurulsun B piksellərim 8 bit bərabərdir 128 kilobayta. A vurulsun B bərabərdir. Kilobayt da bitə gətirmək üçün 2 üstü 7-ni 2 üstü 13-ə vurub bölərik 2 üstü 3-ə. Bunlar ixtisar getsə qalar 128 də ona 2 üstü 7 belə yazır. Vurulsun 2 üstü 10. 2 üstü 17 eləməlidir. Demək 9, 10, 9, 8. Elə C variantı uyğun gəlir. Yəni 2 üstü 9 vurulsun 2 üstü 8 də bizə 2 üstü 17-ni verir. 42. Əgər rəng dərinliyi 9 bit olarsa, palitrada rənglərin maksimal sayı 2 üstü 9, 512 olar. 43. Raster qrafik təsvir faylının çevrilməsində onun yalnız rəng palitrası dəyişdirilmişdir. Nəticədə faylın həcmi 4 dəfə azalmışdır. Deməli, həcm 4 dəfə azalıb. Əgər çevrilmədən sonra 4 rəng çalarlı təsvir alınmışdırsa, çevrilməyə qədər neçə rəng çalarından istifadə olunubdur? Çevrilmədən
sonra deməli əvvəl olubdur i bit və çevrilmədən sonra 4 rəng çaları alınıbdır. Yəni enim olubdur 4, onda i'miz nəyə bərabər olar? İ'miz bərabər olar 2 bitə. Və həcm də 4 dəfə azalıbdır. Yəni biz bu i'ni 2-yə böləndə bizə 4 veribdir. Həcm 4 dəfə azalıbdır. Buradan i'miz nəyə bərabər olar? i bərabər olar 8 bitə. Yəni biz həqiqətən i-nin yerinə 8 qoysaq, belə deyək də, məsələni biraz dəyişdirsək. Yəni desək ki, rəng çaları rəng dərinliyi deyək. Rəng dərinliyimiz əvvəl 8 bit idi. Sonra rəng dərinliyimiz 2 bit oldu. i neçə dəfə azalır? 8-dən 2 deyərik 4 dəfə azalır. Əgər i 4 dəfə azalıbsa, demək həcm də 4 dəfə azalıbdır. İndi bizə həcmi veribdir, bu i'ni istəyir. Biz i'ni tapdıq 8 bit. Amma 8 bit yox, bizə nə lazımdır? Rəng çalarını istəyir. Yəni əvvəl rəng çaları nə qədər olubdur? 2 üstü 8, 256 rəng çaları olub. 44. Avtomatik fotokamera 1024x600 ölçülü raster qrafik təsvir yaradır. Bu halda şəkil faylının informasiya həcmi 300 kilobaytı aşmır. Palitrada olan rəng çalarının sayı maksimum neçə ola bilər? Bunu istəyir bizdən. Demək, 1024x600 yazaq. 2 üstü 10 vurulsun 600. i bit 300 kilobaytı aşmır. Kiçik bərabər olsun 300 kilobaytı. Buradan i'miz bərabər olar. 300'ü bura bit, bura kilobayt olduğuna görə 213'ə vurub bölərik 600 vurulsun 2 üstü 10'a. Bunlar ixtisar gedir, qalır burada 2. Bunlar da ixtisar getsə, demək qalır i'miz 4 bit. Bizdən də maksimal sayı, yəni rəng çalarını istəyir 2 üstü 4, 16 olar. 45. Hər bir səhifəsində 24 sətr, hər sətrdə 16 simvol və 1024 simvolu əlifbada kodlaşdırılmış 160 səhifədən ibarət kitabın çap sürəti 64 bit böl saniyə olarsa, neçə dəqiqəyə çap edər? Aha. Demək, əvvəlcə biz həcmi tapa bilərik də. Həcmimiz nəyə bərabərdir? 160 səhifəm var. Hər səhifədə, 160 səhifənin hər səhifəsində 24 sətr, hər sətirdə 16 simvol, 1024 simvol əlifbada da bir simvolumuz 10 bitə bərabərdir. Bunu bu şəkildə saxlayaq. Sonra bizə veribdir, sürəti veribdir. Yəni, V-ni mənə veribdir 64 bit bölünsün saniyə. Biz T-ni istəyir və dəqiqə ilə istəyir. Tapa bilərik də. Düsturumuz necə idi? T bərabər idi. S bölünsün V-yə. S-in yerinə yazıram 160 vurulsun 24 vuraq 16 vurulsun 10 bit bölünsün 64 bit bölünsün saniyə. Burada bitlər ixtisarı gedər. 64 ilə 16-ya ixtisar getsə qalar burada 4. 24'ü də 4'ə bölsək alaram 3. Aha. Demək 160 vurulsun 3 vuraq 10 saniyə. Aha. Gəlin bir dəqiqə. Demək 160'ı biz vuruşub 30'a tapdıq 4800 saniyə. Amma bizdən dəqiqə ilə istəyirsə, bir dəqiqəmizdə 60 saniyə olduğuna görə bölərik 60'a. Yəni alarıq 80 dəqiqə. Nəysə səhv etmədik ki, bir də baxaq. 160 səhifəmiz var. Hər səhifədə 24 sətr, hər sətirdə 16 simvol. Vurduq 10 bitə. Bir dəqiqə baxaq. Bir də 160'ı 4'ə vurub 16 vuraq 10 bitə. Bölək 64'ə aldıq
9600. Bunu da bölsək 60-a. 160. Mən nəyi səhv etdim? 3'ü 160'a bir dəqiqə. 160'ı vurub 30'a. 4800'ü bölsək 60'a. 80 bir dəqiqə. Nədə səhv edirik? Bir də baxaq. Demək, bizim 160 vurulsun 24, vuraq 10, 6, simvol vurduq 10 bitə, böldük 64 bit böl saniyə. Burada bitlərimiz ixtisar getdi. 64'ü 16'ya bölsək eləyər 4. 4 ilə də 24'ü ixtisar aparsaq, 6 dəfə, bir dəqiqə 6 dəfə, bayaq biz 3 yazmışdıq ona görə. 6 dəfə düzdür, indi düzəldim. Demək, 160'ı vurub 60'a aldıq 9600 saniyə. Bayaq səhv etmişdik. 9600 saniyə. 9600 saniyə. Amma bizdən dəqiqə ilə istəyirsə, bilirik ki, bir dəqiqəmiz 60 saniyədir. Görəsən neçə dəqiqəmiz 9600 saniyə elər. 9600 da 60'a bölsək, alarıq 160 saniyə. Bir dənə texniki səhv etmişdik. 45 və gəldik 46. Dəftər ifadəsi 256 simvolu əlifba ilə kodlaşdırılarsa, informasiya həcmi neçə bayt olar? 1, 2, 3, 4, 5, 6 dənə simvolum var. 6 simvol, 256 simvolu əlifbada da bir simvolumuz 8 bitə bərabərdir. Bu da 6, 8-im 48 bit. 48 bit və baytla istədiyinə görə bölərik 8-ə, düşər 6 bayt. 47. Elektron nəşr 240 səhifədən ibarətdir. 240 səhifəm var. Hər səhifədə 32 sətir, hər sətirdə 16 simvol. Bu nəşr Unicode standartı ilə kodlaşdırılıbsa, vuraram 2 bayta, bərabər edərik həcmi. Həcm bərabərdir 240 vurulsun 2 üstü 5, 2 üstü 4. Bu da 2 üstü 1'dir də. Yəni vurulsun 2 üstü 10 bayta. Və kilobayta gəlmək üçün 2 üstü 10'a bölərik. Bunlar ixtisar gedər, qalar elə 240 kilobayt. 48. Min24 simvoldan ibarət məlumatın həcmi 2 kilobaytın 8'də 1 hissəsi qədər olarsa, bu məlumatın yazıldığı əlifbanın gücünü deyir, müəyyən edin. Yəni bizdən nə istəyir? Böyük N istəyir. 1024 simvolum var. Vurub I bitə bərabərdir. 2 kilobaytın 8'də 1 hissəsi. Yəni 2 kilobaytı vururam, 1 bölünsün 8'ə. Buradan, bura kilobaytdır, bura bitdir. Biz kilobaytı da bitə gətirə bilərik də. Yəni 2'ni vurub 2 üstü 13'ə. Bu bizə verər 2 üstü 14 bit. İndi bunun 8'də 1 hissəsini tapanda 1 böl 8. Buradan demək alarıq ki, yəni bu sürətə gedir. 2 üstü 11 bit. Olar belə, I bərabərdir 2 üstü 11'i, bölərik 2 üstü 10'a. Burada da üstlər çıxılır, qalır 2 üstü 1 bit. Bizdən də N istədiyinə görə, yəni 2 üstü 2 də bizə verər 4'ü. 49. Bir işçi haqqında məlumatın 2048 simvol olduğunu bilərək. Demək, bir işçi 2048 simvoldan olduğunu bilərək.
8192 sayda işçi haqqında məlumat neçə ədəd 2 megabaytlıq diskə tam yerləşdirmək olar? Bir işçi 2048 simvoldan ibarətdirsə, bəs görəsən 8192 işçimiz neçə dənə demək simvoldan ibarət olar? Bilmirik. Buradan x bərabər olar. 2 üstü 13-ü vuraram 2 üstü 11-ə. Bu da bizə verər 2 üstü 24 simvol. Aha. 224 simvolun hər biri də ASCII-yə görə 1 bayta vursam, alaram 224 bayt. İndi bizə neçə ədəd 2 megabaytlıq diskə deyir. Baytı megabayta gətirmək üçün bölərik 2 üstü 20-yə. Qalar burada 16 megabayt. Tapdıq ki, 16 megabaytlıq məlumatı neçə dənə, yəni bu məlumatı yerləşdirmək üçün neçə dənə 2 megabaytlıq diskimiz lazımdır. 16-nı da bölsək 2-yə, deyərik ki, 8 ədəd belə disk lazımdır. Və 50-ci suala da nəzər yetirək. Məlumat 2048 simvollu əlifba standartda kodlaşdırılıb. Yəni, mənə eni veribdir 2048. Buradan i'miz bərabərdir 11 bitə. ASCII standartında da i'miz bilirik ki, 8 bitdir. Məsələdə nə deyir? Keçirilən zaman həcm 6 kilobayt azalıbdır. Yəni 11 bitdən 8 bitə gələndə azalma baş veribdir. Nə qədər azalıbdır? i'miz 3 bit azalıb. Simvolların sayını, yəni x götürüb 3 bitə vurub, bərabər edərəm ümumi azalma 6 kilobayta. Buradan x bərabər olar. Bura kilobayt, bura bit olduğuna görə bunu da bitə gətirmək üçün 6-nı vuraraq 2 üstü 13-ə, bölərəm 3-ə. Bunlar ixtisar gedər, qalar 2 üstü 14 simvol. 2 üstü 14 simvol. Yəni, cavab olar E variantı. Belə müəllimlər 50 dənə sualın izahına baxdıq. Növbəti videoda da ardın davam edərik. Sağ olun.